Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Astrologiya maraqlı simvolik dildir və bir çox insan gündəlik həyat qərarlarında bürclərdən və planetlərin vəziyyətindən faydalanmağa çalışır. Aprel ayının 2025-də bəzi tarixlər var ki, astroloqlar onları uğursuz və ya riskli günlər kimi qiymətləndirir. Sözügedən tarixləri təqdim edirik. 2-3 Aprel 2025 Merkurinin və Saturnun gərgin bucağı, kvadrat və ya opozisiyası iş görüşmələri və müqavilələr üçün o qədər də əlverişli sayılmır. Bu günlərdə texniki və ünsiyyətlə bağlı problemlər yaşana bilər. 9 Aprel 2025 Günəş və Pluton arasındakı çətin aspektlər, xüsusən kvadrat və ya opozisiya emosional gərginliyi artıra bilər. İnadçılıq və güc mübarizələri ön plana çıxa bilər. 15 Aprel 2025 Mars və Uran arasında baş verən gərgin bucaq qəfil dəyişikliklər və gözlənilməz hadisələrlə nəticələnə bilər. Qəzalar və münaqişələrə meyl artdığı üçün ehtiyatlı olmaq məsləhətdir. 23 Aprel 2025 Venera və Saturnun çətin aspekti sevgi və münasibətlərdə anlaşılmazlıqlara səbəb ola bilər. Maddi məsələlərdə də yubanma və ya məyusluq ehtimalı yüksəkdir. 28 Aprel 2025 Ay və Marsın kvadrat vəziyyəti emosional partlayışlara və səbirsizlik hissinə səbəb ola bilər. Bu günlərdə emosiyalarınızı nəzarətdə saxlamaq vacibdir. Bəs onda nələrə diqqət etməli? 1. Sakit və düşünülmüş yanaşma. Uğursuz hesab olunan günlərdə tələskən qərarlar verməməyə çalışın. Xüsusilə emosional və maliyyə ilə bağlı addımlarınızı 2 qat yoxlayın. 2. Ünsiyyət və səbir. Merkurinin və digər planetlərin gərgin aspektləri ünsiyyət problemlərini artıra bilər. Söhbətlərdə, yazışmalarda və müqavilələrdə daha aydın, sakit və səbirli davranmaq münaqişələrin qarşısını almağa kömək edər. 3. Münasibətlərə diqqət. Venera, Saturn və Günəş, Pluton kimi gərgin bucaqlar münasibətlərdə anlaşılmazlıqları artıra bilər. Qarşı tərəfin hisslərinə və tələblərinə həssas yanaşmağa çalışın. 4. Riskli fəaliyyətlərdən çəkinin. Mars-Uran gərginliyi qəfil hadisələr və qəzalarla əlaqələndirilir. Xüsusilə avtomobil idarə edərkən, idman edərkən və ya ağır işlərlə məşğul olarkən ehtiyatı əldən verməyin. Unutmayın ki, astroloji proqnozlar qəti hökmlər deyil, yalnız ehtimal ssenariləri göstərir.